Biz kolonoskopiya müayinəsində doktor müayinə edib, polip aşkarlamışıq. Hal-hazırda doktor polipi götürəcək. İndi doktor polip haqqında məlumat versəydi daha yaxşı olardı. Kolon polipləri kolorektal xərçəngin, yəni ki, yoğun bağırsaq xərçənginin əsas səbəbidir. Bu baxımdan biz 45 yaş üzəri olan xəstələrdə heç bir şikayəti olmasa belə kontrol kolonoskopiya yanaşı olaraq gastroskopiya müayinəsi tövsiyə edirik ki, hansı ki, bunlar erkən mərhələ xərçənglərdir, bu kiçik ölçülü poliplər. Zamanla böyüyərək xərçəngə keçmə riski olur. Bu baxımdan biz bunları erkən mərhələdə aşkarlayırıq və polipektomiya dediyimiz, yəni polipin endoskopik yolla kəsilməsi vasitəsilə bu polipləri kəsirik. Nəticədə xəstədə kolorektal xərçəng yaranma riskini aradan qaldırırıq. Hal-hazırda müayinədə də gördüyünüz kimi kiçik ölçülü bir polip var. Aç. Bu soyuq kəsim icra edəcəyik. Çünki 1 santimin altında olan polipləri yavaş-yavaş bağla, kəs. Bu şəkil gördüyünüz kimi kəsdik. Su ilə onlar göstərim. Bu da kəsilmiş poliplərin yeridir. Yəni, heç bir ağrı yox, narahatlıq yox xəstə üçün. Hal-hazırda xəstədə anesteziya altındadır.